Şah İsmail Səfəvini farsçılıqda qınayanlar öz imamlarından bixəbərdir. Bu günləri Şah İsmaili farsçılıqda qınayanların 99% Farsa imam deyir. Əhl-i Sünnətin ən böyük məzhəbi olan Əbu Hənifə, Hənəfi məzhəbinin banisi kimdir qardaş? O da Farsdır. Etnik kimliyi Farsdır qardaş. Əhl-i Sünnət qardaşlarımızın konstitusiyası 2 dənə möhtəbər kitab var. Səhih Kardeş sünnə. Əhl-i Sünnət düzdür sen. etiqadı. Sizde güzel bir bak. Düzdür sen. Tamam. Kabul Ama ettim. Şah İsmail'in imamı kimdir? Yani ortada 16-cı əsrdə, orta çağlarda Fars imamlar varkən Suyuti kimi, Əbu Hənifə kimi, Əbu Davud kimi, Buxari kimi, Müslüm kimi imamlar varkən Şah İsmail getdi, Mədinədə yaşayan Peyğəmbər nəvəsinə imam dedi. İmam Cəfər Sadiq Şah İsmail nə Əbu Hənifəyə imam deməyib, nə Buxariyə imam deməyib, nə Müslümə imam deməyib, nə Tirmiziyə imam deməyib. Şah İsmail imam deyib, İmam Cəfər Sadiqə. Cəfər Sadiq kimdir? Peyğəmbərin nəvəsi. Mən Şah İsmailə onda farspərəst deyərdim ki, əgər Şah İsmail Buxariyə imam desəydi, Müslümə imam desəydi, Əbu Hənifəyə imam desəydi, Əbu Davuda imam desəydi, Nişapuriyə, Tirmiziyə imam desəydi, mən deyərim ki, Şah İsmail farspərəst olub, qardaş. Şah İsmail getdi, Mədinədə yaşayan İmam Cəfər Sadiqə imam dedi. Peyğəmbər nəvəsinə imam dedi, qardaş. Adamı yandıran odur.